cinsi azlıq adı ilə. Baxırsan, insan cinsi azlıqlardan deyil ha. Sadəcə mən o dövlətlərə sığınmaq üçün razıdır ki, qoy mən cinsi azlıq adı ilə gedim. Və ya hansısa qadağan olunmuş maddələrdən asılı birisi kimi gedir özünü qeydiyyata alır. Və ya burada hansısa bir dini dəyərlərə toxunum. Qoy ki, bir-iki nəfər mənim üstümə acıqlansın, gedim onları skrin edim və gedim müəyyən dairələrə verim ki, məni burada sıxırlar. Hətta bundan daha betərləri var. İnsan boşanır. Bu təcrübədə var. Boşanır. Öz xanımını xarici vətəndaşla nikahlayır. Özünü də başqa nikahlayır ki, mən vətəndaşlıq alım. Din mənə bunlara icazə vermir. Bilirsiniz, öz hədəfimə çatım deyə mən hər bir yaramazlığı edim, təki müəyyən şeylərə çatım.